Səmanın ən parlaq ulduzu eyni zamanda kiçik ay bürcünün alfasıdır. Yəni ən parlaq ulduzudur. Kiçik ay bürcü şərqdə yerləşir. Həmin ulduz özü sarı ulduzlar sinfinə aiddir. Yerlə onun arasındakı məsafədə 8,6 işıq ilına bərabərdir. Yəni cisim işıq sürətinə bərabər sürətlə hərəkət etsə, təqribən 8,6 il müddətinə həmin ulduza gedib çatmaq mümkündür. Bu da təqribən 8 il yarımdan biraz artıq müddətdir. O ulduz özü gündüz səmasında olur. 6 ay gündüz səmasında olur, 6 ay isə gecə səmasında olur. O ulduz vasitəsilə, hətta buludlu havada belə ulduz vizual görüntüyə düşdüyü üçün həmin ulduz vasitəsilə qütbləri müəyyənləşdirmək mümkündür. Yəni həmin ulduzu müşahidə etsək, tapsaq, gözlə görə bilsək, həmin ulduza sol çiynimizi tuşlasaq, qütbləri müəyyənləşdirmək mümkün olur. Yəni o bizim arxa tərəfimiz cənub qütbümüz, qarşı tərəfimiz şimal qütbümüz, sol tərəf şərq qütbü, sağ tərəf isə qərb qütbü hesab olunur. Məhz buna görə də həmin ulduza astronomiyada qütb ulduzu deyilir. O ulduzun ərəb dilində adı Cüdey ulduzudur. Latin dilində ona Şira, Yunan dilində Sirus ulduzu, Rus dilində Storuş, Fars dilində Ruzahəng və Türk dilində Quruq ulduzu deyilir. Həmin ulduz gecə səmasına yayın birinci yarısından sonra, yəni avqust ayının 8-dən 9-una keçən gecə vizual görüntüyə düşür. Vizual görüntüyə düşür, avqustun ayının yarısı, daha doğrusu yayın birinci yarısından sonra düşdükdən sonra qədim insanlar həmin ulduzun düşməsi ilə yayın birinci yarısının sona çatmasını müəyyənləşdirə biliblər. Bildiyimiz kimi qədim insanların böyük bir hissəsi isti ölkələrdə, ekvatora yaxın olan bölgələrdə yaşayıblar, istidən əziyyət çəkiblər. Həmin ulduzun vizual görüntüyə düşməsi ilə müəyyənləşdirə biliblər ki, artıq bundan sonra havalar nəinki istiləşməyəcək, bundan sonra hətta sərinləşəcək. Ona görə ki, həmin ulduz Günəş oxu ətrafında, Yer-Günəş oxu ətrafında avqust ayının 8-dən 9-una keçən kimi gecə Günəşin isti qütbündən soyuq qütbünə doğru hərəkət etməyə başlayır və orta hesabdan havanın temperaturu hər gün 0,3, 0,4 dərəcə Selsi aşağı enir. Bunu lamisə ilə hiss etmək mümkün deyil. Həmin ulduzun adı Quruq ulduzudur. Türk dilində ulduzun adı Quruq ulduzudur. Və bunu müşahidə etmək üçün təqribən hardasa bir 15-20 gündən sonra, təqribən 3 həftədən sonra havanın temperaturu 7-8 dərəcə aşağı indikdən sonra lamisə vasitəsilə insan öz orqanizmi vasitəsilə havanın sərinləşməsini hiss eləyə bilir. Və belə bir insanların sadəcə olaraq maariflənmədiyi üçün, yəni astronomiya elminə, bugünkü astronomiya elminə aid olan bir şey olduğu üçün, kütləvi şəkildə insanlar maariflənmədiyi üçün, təbii öz zamanında da böyük alimlər bunu biliblər. Bu quruq doğdu ifadəsini təhrif ediblər. Nə üçün də doğuş adlanır? Astronomiyada hər hansı bir planetin, ümumiyyətlə ulduzun vizual görüntüyə düşmə hadisəsi doğuş adlanır. Doğuş adlanır. Quruq doğdu ifadəsi insanlara yad olduğu üçün, bu ifadəni anlaya bilmədiyi üçün həmin ifadə təhrif olunub, quyruq doğdu kimi insanlara çatdırılıb və hətta bu təhrif olmuş ifadənin özünü də təhrif ediblər ki, yox, quyruq doğdudur, quyruq dondudur. Və belə bir xurafat fikirləşiblər ki, güya ki, heyvanı kəsəndə, yəni söhbət bizim istifadə edədiyimiz məməli heyvanlardan söhbət gedir, ev heyvanlarından. Onu aslayanda hava o qədər sərinləşər ki, onun quyruğu artıq görər ki, sübh vaxtı donub. Xeyr, bu belə deyil, bunun elmi izahı var. Bu elmi izahı da sizə bundan əvvəl verdiyim bu izahdır. Və buna görə də insanlar bunun həqiqi mənasını bilə bilməyiblər kütləvi şəkildə. Bəli, quyruq doğdu ifadəsi ki, hansı ki bizim yaşlı nəsildən eşitmişik bu ifadəni ki, quyruq doğandan sonra havalar sərinləşir. Quyruğun doğmasında belə deyirdilər ki, yaşlı nəsil avqustun 20-sindən sonra quyruq doğur. Bax, bu ifadənin əsl mahiyyəti bundan ibarətdir.